İNEPO Avrasiya Beynəlxalq Layihə Olimpiyadası iştirakçıları Heydər Əliyev fondunda olublar. İştirakçılara ümumilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədi Ulu Öndərin şəxsi arxivindən götürülən eksponatlar haqqında ətraflı məlumat verildi. Bildirildi ki, fondun əsas fəaliyyəti görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi mədəni tərəqqisine yönələn geniş miqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də geniş miqyaslı layihələr həyata keçirir. Fondda ümumilli liderin oxuduğu təhsil ocaqlarındakı diplomları, təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri həm Sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman həyata keçirdiyi quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Fondda Heydər Əliyevin dünyanın tanınmış siyasi liderləri, dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkilləri də yer alıb. Almaz Mahmud, Emin Qəhrəmanzadə, xəbər.